Salam, hər vaxtınız xeyir. Bugünkü mövzumuz feilin şəkilləridir. Biz bildiyimiz kimi feillər təsriflənən formalara və təsriflənməyən formalara bölünür. Təsriflənən formalar nədir? Təsriflənən formalar feilin şəkilləridir və bu o deməkdir ki, həmin feillər şəxsə və kəmiyyətə görə dəyişir. Yəni, şəxsə və kəmiyyətə görə dəyişmə baxımından feillər əslində bölünürdü iki qrupa. Təsriflənən feillər, təsriflənməyən feillər. Təsriflənən feillər feilin şəkilləri adlanırdı. Bəs feilin şəkilləri nədir? Feilin şəkilləri iş görənin, yəni subyektin görülən işə münasibətini bildirir. Subyektin görülən işə münasibətini bildirir. Yəni şəxs, subyekt işin icrasını əmr verə bilər, arzu edə bilər, xahiş edə bilər, vacib olduğunu çatdıra bilər, şərt şəklində qeyd edə bilər və yaxud lazım olduğunu bildirə bilər. Bu şəkillərdə bildirər. Feilin şəkilləri müəyyən bir qayda ilə düzəlir ki, o qayda nədir? Baxın, feilin kökünə və ya başlanğıc formasına, məsələn, bax feili götürək, bax feilini. Bax feil, bax sözün köküdür və yaxud baxış. Feilin kökünə və ya başlanğıc formasına şəkillərin əlamətləri, biz indi keçəcəyik hansı şəkillər var və həmin şəkillərin hansı əlamətləri var. Feilin şəkillərinin əlaməti və üstə gəl şəxs sonluqları, şəxs şəkilçiləri artırmaq yolu ilə düzəlir. Feilin indi danışacağıq əmr şəklindən. Əmr şəkli nədir? Əmr şəkli məsləhət, əmr, xahiş, təklif, nəsihət bildirən feilin şəklidir. Feilin əmr şəklinin xüsusi bir şəkilçisi yoxdur. Xüsusi şəkilçisi nədir? Yəni, həmin o şəkli yaradan bir vasitə yoxdur. Xüsusi bir vasitə yoxdur. Və əmr şəklinin məzmununda gələcək zaman anlayışı var. Gələcək zaman. Və əmr şəkli bəs necə düzəlir deyərsiniz? Xüsusi bir göstəricisi yoxdursa, yaranma yolu necədir? Əmr şəkli feilin kökünə və ya başlanğıc formasına şəxs şəkilçilərini, yalnız şəxs şəkilçilərini artırmaq yoluna düzələcək. Yəni, feilin kökünə və ya başlanğıc formasına şəxs şəkilçilərini artıracağıq və feilin əmr şəklini düzəldəcəyik. Bir dənə feilin əmr şəklində yadda saxlamaq lazımdır ki, ikinci şəxsin təki şəxs şəkilçisini qəbul etməyəcək. Yəni, həmin ikinci şəxsdə feillərin başlanğıc formasında, yəni feilin təsdiqinə uyğun olacaq. Necə? İndi izah edəcəyik. Yazaq, məsələn, bax feilini. Bax feilini işlədək. Baxım, əmr şəklində, mən baxım. Baxın, ikinci şəxsin təkində. Sən bax. Görürsünüz, şəkilçisi işlənmədi. Mən baxım, sən bax, biz baxaq, siz baxın, onlar, o baxsın, onlar baxsınlar. Deməli, feilin kökünə gördünüz, bax feilini götürdük və şəxs sonluqlarını artırmaqla, şəxs şəkilçilərini artırmaqla nə düzəltdik? Feilin əmr şəklini düzəltdik. Və burada gördük ki, feilin əmr şəkli ikinci şəxsin təkində şəxs sonluğunu qəbul etmir. Bu belə. İndi keçirik xəbər şəklinə. Xəbər şəkli nədir bəs? Xəbər şəklinin də xüsusi bir göstəricisi yoxdur, xüsusi bir şəkilçi vasitəsilə düzəlmir. İşin nə zaman və kim tərəfindən görüldüyünü bildirəcək. İşin kim tərəfindən nə zaman görüldüyünü bildirəcək. Və zamanında, məzmununda hansı zaman anlayışı var sualını versəniz, onu indi qeyd edəcəyik. Xəbər şəklində düzəlmə yolu necədir bəs? Xəbər şəklinin düzəlmə yolu odur ki, feilin kökünə və ya başlanğıc formasına zaman şəkilçiləri artırmaq yolu ilə düzəlir. Və xəbər şəkli elə bir şəkildir ki, feilin hər zamanında işlənir. Çünki düzəlmə yolu necə idi? Xüsusi bir göstəricisi yox idi, amma düzəlmə yolu o idi ki, feilin kökünə və başlanğıc formasına zaman şəkilçilərini artırmaq yolu ilə düzəldəcəyik. Məsələn, bax feilini götürək. Baxır, baxıram, baxırsan, baxırıq,
baxırsınız və s. Görürsünüz, sözün kökü baxmaq feilidir, zaman şəkilçisini artırdıq. Bax sözün köküdür, zaman şəkilçisi artırdıq. Feilin kökünə və ya başlanğıc formasına zaman şəkilçisi artırmaqla xəbər şəklini düzəldə bilirik. Sonra gəlirik arzu şəklinə. Bəs arzu şəkli nədir? Feilin arzu şəkli hərəkətin icra olunduğunun və yaxud olunmamasının arzu şəklində çatdırır. Arzu şəklində olduğunu bildirir. Və qrammatik göstəricisi A, Ə, ya, yə şəkilçisidir. Qrammatik göstəricisi budur. Və feilin kökünə və ya başlanğıc formasına bu şəkilçilər artırılır. Üstünə də şəxs sonluqları gələrək feilin arzu şəklini düzəldirik. Feilin arzu şəklinin də məzmununda gələcək zaman anlayışı var. Və bəzən gərək, kaş, təki, barı sözləri də işlənə bilər. Gəlin bir arzu şəklində olan feil düzəldək. Bax feili sözün köküdür. Baxa, kaş baxa. Görürsünüz? Kaş baxa. Yaz feilini götürək. Yaza, kaş yaza. Məsələn, oxu feilini götürək. Saitlə qutaran feillərə də ya şəkilçisi artırılır. Oxuya, kaş oxuya. Bax bu şəkildə feilin arzu şəkli düzəlir. Fikir versiniz? Məzmununda da gələcək zaman anlayışı var. Əvvəlinə də bu sözlərdən hər hansı birini artıra bilərik. Kaş baxa, kaş yaza, gərək yaza, kaş oxuya, tək oxuya və s. Feilin əmr və arzu şəkilləri birinci şəxsin cəmində oxşarlıqları var. Baxın, birinci şəxsin cəmi hansıdır? Məsələn, baxaq. Birinci şəxsin cəmidir. Və bu birinci şəxsin cəmində feilin əmr və arzu şəkillərinin formaca oxşur. Bunları necə fərqləndirəcəyik? Məsələn, burada baxaq sözünü həm əmr şəklində götürə bilərik, həm də arzu şəklində götürə bilərik. Necə? Desəm ki, kaş baxaq, orada sözün kökü bax, A, arzu şəklinin göstəricisi, qıda şəxs sonluğu olacaq. Yox, deyirəm ki, gedək, şəkilə, baxaq. Əmr kimi verirəmsə, bax sözün kökü ad şəxs sonluğu olacaq. Yəni, baxaq sözünü həm arzu şəklində, həm də əmr şəklində götürə bilərik. Sonra gəlirik vacib şəklindən danışırıq. Vacib şəklinin göstəricisi nədir? Vacib şəkli də hərəkətin icra olunub, olunmamasının vacib olduğunu bildirəcək və qrammatik göstəricisi malı-məli şəkilçisidir. Malı-məli şəkilçisidir. Feilin kökünə və ya başlanğıc formasına malı-məli şəkilçisi artırılır və üstəgəlir şəxs sonluqlarından istifadə edərək feilin vacib şəklini düzəldirik. Vacib şəklində məzmununda gələcək zaman anlayışı var və vacib şəklini düzəltdikdən sonra onun inkarının yaranıb-yaranmaması məsələsinə toxunacağıq. Baxın, oxumalı. Oxumalıdır. Deyirəm ki, o oxumalıdır. Sözün kökü oxu, malı. Şəkilçi, şəxs sonluğu, malı şəkilçisi, yəni vacib şəklinin şəkilçisi, xüsusi göstəricisi, dır da şəxs sonluğudur. Görürsünüz, sözün kökünə şəklin şəkilçisi qoşuldu və şəxs sonluğu qoşularaq vacib şəklini yaratdıq. Vacib şəklinin inkarını həm mamə inkarlıq şəkilçisi ilə düzəldə bilərik, həm də deyil vasitəsi ilə düzəldə bilərik. Baxın, oxumalıdır, oxumamalıdır. Və yaxud oxumalı deyil. Hər iki variantda inkarını düzəltmək doğru hesab olunur. Sonra gəlirik lazım şəklindən danışırıq. Lazım şəklinin məzmunu nədir? Lazım şəkli feilin lazım şəklində hərəkətin lazım olub olmamadığını bildirəcək. Yəni lazımdırmı bunu etmək, yoxsa lazım deyilmi? Xüsusi göstəricisi ası əsi şəkilçisidir. Asəsi şəkilçisidir. Yəni feilin kökünə və ya başlanğıc formasına asəsi şəkilçisi qoşulur. Üstəgələk də şəxs sonluqları qoşularaq feilin lazım şəklini düzəldirik. Və feilin lazım şəklində məzmununda gələcək zaman anlayışı var. Məsələn, deyirəm ki, bax, baxası, baxasıdır, baxasıdır.
Feilin kökünə ası şəkilçisi qoşuldu və şəxs sonluğu qoşuldu. Bax sözün kökü. Ası lazım şəklini göstərisi, dır da şəxs sonluğu. Və baxasıdır lazım şəklini düzəltdik. Lazım şəklinin də inkarı necə düzəlir? Lazım şəklinin inkarı ma şəkilçisi ilə düzəlmir. Lazım şəkli elə bir şəkildir ki, onun inkarı yalnız deyil sözü vasitəsilə düzələcək. Məsələn, baxasıdır, baxmayasıdır şəklində səhv olacaq. Baxmayasıdır. Bu şəkildə olsa yanlışdır. Lazım şəklinin inkarı yalnız deyil vasitəsilə düzəlir. Yəni, baxasıdır, baxası deyil. İnkarı bu şəkildədir. Baxasıdır təsdiqlədir, baxası deyil. Bu da baxasıdır sözünün inkarıdır. Bu da belə. İndi keçirik şərt şəklinə. Şərt şəkli nədir? Hərəkətin icrasının olub və yaxud olmamağının müəyyən şərtlə bağlayır. Müəyyən bir şərtlə bağlı olduğunu bildirir. Və şərt şəklinin xüsusi göstəricisi sasə şəkilçisidir. Sasə şəkilçisi də feilin, baxın, kökünə və başlanğıc formasına. Nəyə görə kökünə və başlanğıc formasına deyirik? Sasə şəkilçisinin bir sıra işlənmə məqamları var. Şərt şəkilçisi kimi işlənəcək və bəzi hallarda onun hansı variantda işlənməsi məsələsinə toxunacaq ki, onu da gələcək video izahlarda danışarıq. Burada deyək hansı məqamlarda işlənir, aid edilməsində digər videoda danışarıq. İsə hissəciyinin qısaldılmış forması kimi, şərt şəkli kimi, sonra leksik şəkilçi kimi işlənmə məqamı var və s. Sonra deyəcəyik ki, bir də isə bağlayıcısının qısaldılmış forması kimi. İsə bağlayıcısının qısaldılmış forması kimi də işlənir. Deməli, biz dedik ki, şərt şəkli necə düzəlir? Feilin kökünə və ya başlanğıc formasını sasə şəkilçisini artırırıq, üstə gəlirik şəxs sonluqlarına. Məsələn, deyirəm ki, oxusan. Oxu sözün kökü, görsünüz, sa burada nəyə qoşulub? Feilin kökünə qoşulub. Sa şərt şəklinin şəkilçisi, bu da şəxs sonluğu və şərt şəklini yaratdıq. Və şərt şəkilçisi olan cümlələrdə biz hərgah, bir də əgər bağlayıcılarından istifadə edə bilərik. Məsələn, oxusam, əgər oxusam, baxın, əgər oxusam, hərgah oxusam və s. Və şərt şəkli müstəqil sadə cümlədə xəbər ola bilmir. Müstəqil sadə cümlədə. Baxın, müstəqil sadə cümlə deyirəm, amma bəzən mürəkkəb cümlədə görür şagirdlər bunu, qarışdırır. Mən nə deyirəm? Deyirəm ki, sasə nə vaxt xəbər olmur şərt şəkilçisi olanda? Müstəqil sadə cümlədə xəbər ola bilmir. Müstəqil sadə cümlədə xəbər ola bilmir. Amma tabeli mürəkkəb cümlənin aslı tərəfini təşkil edən budaq cümlələrdə işlənəcək və həmin cümlənin xəbəri olacaq. Düşər ki, sual belə ki, sasə cümlənin xəbəri olmur, ümumiyyətlə xəbər kimi işlənmir. Bu yanlışdır. Sasə müstəqil cümlədə, müstəqil sadə cümlədə xəbər ola bilmir. Tabeli mürəkkəb cümlənin tərəflərini təşkil edən budaq cümlədə xəbər kimi çıxış edə bilir və həmin cümlənin xəbəri rolunda olur. Bir də burada malı məli şəkilçisindən danışdıq. Malı məli, ası əsi, bir də acaq. Acaq əcək şəkilçisindən. Malı vacib şəklinin şəkilçisi idi. Ası lazımın, acaq da xəbər şəklinin şəkilçisi idi. Bax, bu şəkilçilər amonim şəkilçilərdir. Həm şəkillərin şəkilçisi kimi işlənə bilir, həm də feil sifət şəkilçisi kimi işlənə bilir. Bəs bunları necə fərqləndirəcəyik? Uşaqlar, fərqləndirmək üçün suallarına diqqət yetirmək lazımdır. Malı, ası, acaq şəkilçili söz əgər cümlədə hansı sualına cavab verirsə, feil sifət şəkilçisidir. Yəni, həmin söz feil sifətdir. Əks halda isə vacib, xəbər, lazım şəklində işlənmiş söz olacaq. Məsələn, deyirəm ki, yazılmalı, yazılmalı kitab. Yazılmalı kitab. Burada malı, məli deyəcəksiniz, vacibin şəklinin şəkilçisidir, yoxsa feil sifət şəkilçisidir. Baxın, yazılmalı kitab. Necə kitab? Və yaxud hansı kitab? Yazılmalı sözü hansı sualına cavab verdiyinə görə burada malı nəyin şəkilçisidir? Feil sifətin şəkilçisidir. Və yaxud deyirəm ki, yazılası. Yazılası dəftər, yazılası dəftər. Hansı dəftər? Yazılası dəftər. Necə dəftər? Yazılası dəftər. Deməli, burada yazılası sözündəki də əsasinin şəkilçisidir, feil sifətin şəkilçisidir.
və yaxud belə işlədək. Deyirəm ki, məktub yazılasıdır və yaxud yazılmalıdır və yaxud yazılacaq. Nə edəcək? Yazılasıdır. Nə edilməlidir? Yazılmalıdır. Nə ediləcək? Yazılacaq. Nə ediləsidir? Yazılasıdır. Görürsünüz, burada feilin suallarına cavab verdiyinə görə A səsi burada lazım, növün lazım şəklinin şəkilçisidir. Malı, məli, vacib şəklinin şəkilçisidir. Acaq-acaq da xəbər şəklinin göstəricisidir. Bax, bu da onların fərqləndirməsidir. Bir də feilin şəkillərinin şəkilçiləri, qrammatik şəkilçiləridir uşaqlar. Feilin şəkillərinin şəkilçisi keçdi ya burada hamısı. Bax, onların hamısı qrammatik şəkilçiləridir. Bir də təkrar üçün deyirəm, feilin xəbər və əmr şəklinin dedik, xüsusi göstəricisi yoxdur. Xəbər şəklinin göstəricisi zaman şəkilçiləri oldu, əmr şəklinin göstəricisi də şəxs sonluqları oldu. Və feilin bütün şəkillərinin demək olar ki, məzmununda gələcək zaman anlayışı var idi. Bir dənə xəbər şəkli idi ki, zaman şəkilçisi hesabına düzəldiyi üçün hər üç zamanda işlənə bildi.